Azərbaycanda uzun illər çalışaraq pensiya kapitalı toplayan şəxsin vəfat etməsindən sonra həmin vəsaitin taleyinin necə olacağı bir çox insanı maraqlandıran mövzulardan biridir. Ümumiyyətlə belə bir fikir formalaşıb ki, vəfat edən şəxsin fərdi hesabında toplanmış pensiya kapitalı avtomatik şəkildə ailə üzvlərinə və ya vərəsələrə nağd pul kimi ödənilir. Lakin qüvvədə olan qanunvericiliyə əsasən bu məsələ bir qədər fərqli şəkildə tənzimlənir. Əmək pensiyaları haqqında qanuna əsasən vəfat etmiş şəxsin topladığı pensiya kapitalı bütün hallarda birbaşa vərəsələr arasında bölüşdürülərək nağd şəkildə ödənilir. Bu vəsait əsasən ailə başçısını itirməyə görə əmək pensiyası, hüququ qazanan ailə üzvlərinin pensiyasının hesablanması zamanı nəzərə alınır. Başqa sözlə desək, həmin kapital ailə üzvlərinin gələcəkdə alacaqları pensiyanın məbləğinin müəyyən edilməsində rol oynayır. Bu o deməkdir ki, pensiya kapitalı tamamilə itmir və dövlət tərəfindən silinmir. Əksinə, qanunda nəzərdə tutulan şərtlər daxilində ailə üzvlərinin sosial təminatının gücləndirilməsi məqsədi ilə istifadə olunur. Buna görə də vəfat etmiş şəxsin uzun illər ərzində topladığı pensiya kapitalı müəyyən hallarda onun yaxınlarının gələcək sosial müdafiəsinə xidmət edir. Bəs ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ kimlərə verilir? Qanunvericiliyə əsasən ilk növbədə 18 yaşına çatmamış uşaqlar bu hüquqa malikdirlər. Əgər övlad ali və ya orta ixtisas təhsil müəssisəsində əyani formada təhsil alırsa, bu hüquq 23 yaşına qədər davam edə bilər. Bundan başqa, müəyyən qanuni şərtlər mövcud olduqda həyat yoldaşı, valideynlər və digər ailə üzvləri də ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ əldə edə bilərlər. Lakin bunun üçün müəyyən prosedurların yerinə yetirilməsi vacibdir. İlk növbədə ailə üzvləri notariat orqanına müraciət edərək vərəsəlik hüququnu rəsmiləşdirməlidirlər. Bundan sonra isə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara uyğun şəkildə Dövlət Sosial Müdafiə Fonduna müraciət edilməlidir. Bəs bundan sonra müraciətə baxılır və şəxsin ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququnun olub-olmaması müəyyən edilir. Bəzi insanlar düşünürlər ki, fərdi hesabda toplanmış bütün pensiya kapitalı ailə üzvlərinə nağd şəkildə ödənilməlidir. Lakin hazırda qüvvədə olan qanunvericilik bu vəsaitin əsasən pensiyanın hesablanması məqsədilə istifadə edilməsini nəzərdə tutur. Buna görə də hər bir vətəndaşın bu məsələ ilə bağlı doğru məlumatlı olması olduqca vacibdir. Digər mühüm məsələlərdən biri də dəfn müayinətidir. Əgər əmək pensiyası alan şəxs vəfat edərsə, onun ailəsinə dəfn xərclərinin qarşılanmasına kömək məqsədilə bir dəfəlik müavinət ödənilir. Bu müavinətin məbləği vəfat tarixində qüvvədə olan əmək pensiyasının minimum məbləğinin 3 misli həcmində müəyyən edilir. Bu dəstək ailənin üzərinə düşən maliyyə yükünün müəyyən qədər azaldılması məqsədi daşıyır. Qeyd etmək lazımdır ki, pensiya və sosial təminat sahəsində qanunvericilik zaman-zaman yenilənə bilər. Buna görə də vətəndaşların rəsmi məlumatları izləmələri və zərurət yarandıqda aidiyyəti dövlət qurumlarına müraciət etmələri tövsiyə olunur. Beləliklə, hər kəs öz hüquqlarını daha yaxşı öyrənə və qanunvericilikdə nəzərdə tutulan imkanlardan düzgün şəkildə istifadə edə bilər. Əgər siz də uzun illər işləyərək pensiya kapitalı toplamısınızsa və ya ailənizdə bu məsələ ilə maraqlanan şəxslər varsa, bu məlumatların doğru şəkildə öyrənilməsi gələcəkdə yarana biləcək anlaşılmazlıqların qarşısını almağa kömək edəcək. Unutmayaq ki, sosial təminat sahəsində qanunvericiliyin tələblərini bilmək hər bir vətəndaş üçün vacibdir və bu məlumatlar ailələrin gələcək sosial müdafiəsində mühüm rol oynayır.